Əziz izləyicilər, kim məşhur olmaq istəyir? Rayət İmaməlli vətəndaş mövqeyimdə qarşınızdayım. Kim gündəmdə qalmaq istəyir, çevrilmək istəyir? Çıxsın sosial şəbəkədə ya da efirdə ağlına gələni danışsın. Amma təhqiri də, tənqidi də qəbul etməlidir. Gözə almalıdır, el dilində desək yeməlidir. Hamı bacararmı? Kim bacararsa onda bu videoya baxsın. Evin yuxarı başında olan televizordan bərk yapışmalıdır və hətta lazımdırsa, məcbur eləməlidir evdəkiləri ki, mütləq televizora bax. Bu çünki milli mentalitetin tərkib hissəsidir. Televizora baxmıram sözü deyən adama bilirsiniz, necə yanaşmaq lazımdır. Təsəvvürünüzü gətirin ki, oturmuşuq, ki, mən söhbət edirsiniz, birdən qadir ki, bilirsiniz, yox, mən televizora baxmıram. Yox, mən televizora baxmıram. Siz ona bilirsiniz, necə yanaşmalısınız. Yox, mən dişimi yumuram, yox, mən dişmirəm. Yox, nə danışırsınız? Mən ictimai yerlərdə belə hərəkətləri ilə bu tərbiyəsizlik kimi qəbul edirəm. Tərbiyəsizlik kimi qəbul edirəm. Mən higienik əlamətlər toplayıram. Şahin peşəkar söz alverçisidir. Peşəkar söz qumarbazıdır. Yəni sözlə oynamağı çox gözəl bacarır. Əslində bəziləri o saat başlayarlar ki, ay Allah Cəlal Əliyevə rəhmət eləsin falan zat. Əslində o zamanlar Cəlal Əliyev tənqid olunurdu. Mirşahinə o sözləri dediyi üçün Cəlal Əliyev tənqid olunurdu. Çünki Mirşahin o zamanlar obyektiv idi, xalqın yanında idi, problemləri işıqlandırırdı. İllər keçdi, yaşlaşdı və artıq o gənclik həvəsinin, o peşəkarlığın zaman söndüyünü görəndə qocalıq, ahıllıq qorxusu onu da artıq buyruq qoluna, sifarişli videolar çəkməyə, kiminsə mövqeyini tutmağa, tərəf tutmağa, obyektivlikdən uzaqlaşmağa, qısacası desək, gündəmi dəyişmək üçün ən yaxşı çubuq rolunu üstələməyə vadar etdi. İnsafən bacarır da, bacarır. Mirşahin deyir ki, televiziyalar milli mentaliteti təbliğ edir, hamı baxmalıdır. Qardaş, qadan alım. İki uşağını, ərini atıb, gəlib televiziyada fahişə obrazı yaratmaqdırmı milli mentalitet? Ailəsini atıb qonşu ilə Bakıya qaçan qadının qarşısında ərinin ekranda diz çöküb yalvarmasıdırmı milli mentalitet? 4 dəfə ərə gedib boşanan bir ekspertin, xanımın gəlib efirdə ailə dəyərlərinin saflığından danışmağıdırmı milli mentalitet? Mirşahin deyir ki, televiziya baxmamaq, dişləri yumamaq, çinməmək kimi bir şeydir. Əksinə, bugün televiziya baxanların çoxu da elə dişlərini yumayanlar, çinməyənlər. Ucqar bir dağ kəndində suyu, qazı gəlməyən ahıl yaşlı qocalardır televiziya baxın. Cavan baxmır ki. Özünüz də gözəl bilirsiniz niyə televizora baxılmır. Eyni mövzu, eyni qonaqlar, şou xarakter, əxlaqsızlığın təbliği, televiziya təkcə əyləncə vasitəsi deyil. Tamaşaçı televiziyadan obyektivlik, problemlərin həllini görmək istəyir. Qazı işığı qaldırıb elə hər şey əladır, yaxşıdır, zordur, bizdən başqası yoxdur deməklə deyil ki. Çur, gör də qardaş. Mən sosial şəbəkələrdə hadisələri televiziyadan daha tez, daha obyektiv xəbər tuturam. Onda nə edirəm televiziyanı, televizoru? Mirşahin deyir ki, hamı televiziyaya baxmalıdır. Bəs yaxşı, bu insanlar televiziyada niyə uzaqlaşır? Son günlər ümumiyyətlə televiziya ilə bağlı səslənən bu fikirlər yenidən müzakirəyə çıxıb. Və bildirildi ki, televiziya milli mentaliteti təbliğ edir Mirşahinə görə. Hamı televiziya izləməlidir. Hətta televiziya izləməmək, diş yumamaq, çinməmək kimi təqdim edildi. Bu fikirlər razılaşmayanlardan biri, bəlkə birincisi də mənəm. Çünki burada əsas sual budur. İnsanlar niyə televiziyaya baxmırlar? Bu sualın cavabını əslində biz tamaşaçıların özündən soruşmaq lazımdır. İllər əvvəl televiziya evimizin baş güşəsində idi. Axşam hamı eyni vaxtda televizorun qarşısına yığışardı. Xəbərlər, sənədli filmlər, maarifləndirici proqramlar, teatr tamaşaları, kino,
musiqi verilişləri cəmiyyətə təsir edirdi. Bəs bu gün vəziyyət necədir? Bu gün insanların böyük hissəsi xəbəri mobil telefondan alır. Sosial şəbəkələr hadisəni saniyələr içində yayımlayır. İnsan hadisə yerindən canlı görüntünü izləyir. Artıq tamaşaçı məlumat almaq üçün axşam saat 9 xəbərləri gözləmir. Bunu qəbul etmək lazımdır. Yəni, məsələ təkcə internet də deyil. Məncə, televiziya tamaşaçısını öz əli ilə itirib. Çünki uzun illər ərzində eyni format təkrarlanır, eyni mövzular, eyni qonaqlar, eyni mübahisələr, eyni verilişlər, eyni qalmaqallar. Bir proqramdan çıxan qonaq digər proqrama gedir. Sabah yenə başqa kanalda eyni adamları görürük. Tamaşaçı isə yeni fikir, yeni sima, yeni yanaşma tərzi gözləyir, görmək istəyir. Bir başqa məsələ də ailə dəyərləridir. Televiziyada tez-tez ailə dəyərləri proqramları reyting xəttinə nümayiş etdirilir. Boşanma hadisələri, oğullar arasında mübahisələr, canlı efirdə təhqirlər, şəxsi həyatın nümayişi, müdaxiləsi. Bu gün proqramların cəmiyyətə nə verdiyini hər kəs özü yaxşı bilir və qiymətləndirir. Mənim fikrimcə, televiziya ailəni qoruyan, insanları barışdıran, birləşdirən və cəmiyyətə nümunə göstərən bir məkan olmalıdır. Əgər ailə institutundan danışılırsa, bunu peşəkar psixoloqlar da orada-burada sertifikat alıb sizə gətirib pul verib verilişə gələn boş-boş ekspertlər yox. Peşəkar psixoloqlar, peşəkar hüquqşünaslar, peşəkar sosioloqlar və mövzunu dərindən bilən insanlar dəvət olunmalıdır o televiziyalara. Tamaşaçı düşünür ki, efirdə danışılanla real həyat arasında fərq var. Uzaqlaşır. Digər məsələ də obyektivlikdir. İnsanlar problemlərinin efirdə səslənməyini istəyirlər. Qiymət artımı, işsizlik, təhsil problemləri, səhiyyə, kommunal xidmətlər, regionlarda insanların üzləşdiyi çətinliklər. Bunlar cəmiyyətin gündəlik həyatının bir hissəsidir. Yoxsa çal oynasın əjdərəmi, şou xarakterli verilişlər, nə bilim, gəl mənə addım-addım, bir çay ver, içim mən, nə bilim, əmim oğlu toy eləyir. Boş-boş, mənasız o efirlərə gətirdiyiniz mahnılarla, bayağı mahnılarla yox. Tamaşaçı istəyir ki, onları maraqlandıran, onların həyat problemlərini işıqlandıran belə mövzular buraxılsın. Müxtəlif baxış bucaqları ilə müzakirə olunsun. Çünki tənqid cəmiyyətin inkişafına mane olmur. Kim nə deyir desin. Əksinə, problemləri görür, onun əllinə köməkdir. İnsan özünü düzəldir. Mən televiziya düşməni deyiləm. Əksinə, Azərbaycan televiziyalarının yenidən güclənməsini istəyən insanlardan biriyəm. İstəyirəm ki, bizim televiziyalara yenə ailəlikcə baxa bilək. Elə proqramlar olsun ki, valideyn, övlad, mən oğlumla rahat izləyə bilim. Bugün mən oğlumla birlikdə rahat şəkildə televiziya baxa bilərəmmi? Baxa bilərsinizmi siz? Gəlin təmiz danışaq da. Maarifləndirici layihələr çoxalsın, elm adamları çıxsın efirə, gənc ixtiraçılar tanıdılsın, kənd təsərrüfatı, texnologiya, tarix, mədəniyyət, bu proqramlar hazırlansın. Əsasən də özəl kanallar sizə aiddir. Özəl kanallar. Azərbaycanın bölgələri tanıdılsın, istedadlı insanlar efirdə yer alsın. Reyting naminə qalmaqal yox, keyfiyyət uğrunda rəqabət olsun. Bugün YouTube, Facebook, TikTok və digər platformalar sürətlə inkişaf edir. Bunun səbəbi təkcə texnologiya deyil. İnsan özü seçir. Özü seçmək istəyir. İstədiyi vaxt izləmək istəyir. İstədiyi mövzunu özü seçmək istəyir. Televiziyada bu dəyişikliklə televiziya ayaqlaşmalıdır. Təəssüf ki, ayaqlaşa bilmir. Yəni, bunu etmək də mümkündür. Azərbaycanda peşəkar jurnalistlər çoxdur, peşəkar aparıcılar var, peşəkar savadlı ekspertlər var. Gərək elə sizə qısa yubqalı olsun, o hava xəbər aparsın. Sonunda bir fikir demək istəyirəm. Televiziya
insanları məcburiyyətdən yox, etibar etdikləri üçün televiziyaya baxmalıdırlar. Etibar isə göstərişlə, kiminsə diktəsi ilə olmur. Etibar illərlə qazanılır. Televiziyalar, siz o etibarı itirmişsiniz. Tamaşası eşitsə ki, görsə ki, onun problemləri müzakirə olunur, ona hörmətlə yanaşılır, onda heç kəsə Mirşahin kimi televiziya baxın deməyə ehtiyac qalmayacaq. İnsan özü pultu götürüb kanalı açacaq ailəsi ilə birlikdə. Əziz izləyicilər, siz necə düşünürsünüz? İnsanlar niyə televiziyadan uzaqlaşır? Səbəb internetdirmi? Yoxsa televiziya özü tamaşasını itirib? Fikirlərinizi şərhlərdə yazmağı xahiş edirəm. Videonu bəyəndinizsə paylaşın, kanalıma abunə olun və növbəti videolarda yenidən görüşmək ümidi ilə. Sağ olun.